uçmaq lazımdır deyəsən bizə. Amma baxın, göstərin ora, hamısı qocalardır. Hamısı qocalardır. Skora vaxtında gəlmir. O qədər güzel olanda qardaş, seçki olanda hamımız qabaqdayıq. Birinci sıradayıq. Ancaq bizim işimiz olanda biz hamıdan arxadayıq. Heç sayan da yoxdur ki, burada sakinlər var. Salam əziz dostlar, əziz izləyicilər. Biz zaman-zaman Sabunçu rayonunun Zabrat qəsəbələrindən danışırıq. Qəsəbəsinin küçələrindən, keçilməz küçələrindən danışırıq, ictimailəşdiririk. Rayon icra hakimiyyəti də adətli qurumlarda məsələni çox vaxt götürürlər diqqətə, həll eləyirlər. Bəzi yollar düzəlir, bəziləri düzəlmir. Bu küçənin də sakinlərinin problemi var. Yazıblar bizə, bildiriblər ki, gəlin bizi çəkin, işıqlandırın. Buyurun Səbinə xanım, sizi eşidirik. 10 ildir bu küçədə yaşayıram. Həmişə də palçıq, lıqqab, su olur. Yağış yağanda heç keçilməz olur bu küçələr. Bunun skorusu var, xəstəsi var. Uşaqlar məktəbə gedəndə, kələ kötür. Dayı əziyyət çəkirik də bir sözlə. Nə deyim dayı? Salam, adım Amaxanova Səbinə. Biz bu küçədə yaşayırıq 8 il. Mən 8 il yaşayıram burada. Ünvanı bütövdür, hansı küçədə? Bəli, Zabrat 2, İstixana Kombinat, İsrafil Məmmədov küçəsi. Birazdan sizə yolları göstərəcəklər. Nə demək istəyirəm? Biz hamısı, kim burada yaşayır, bu küçənin sakinləri, öz cibində 100 manat yığmışdı. Qəşəng yol düzəltmişdi burada. Qəşəng, düppədüz. Çünki, misal üçün, burada o qədər qocalar var, xəstələr var, skora misal üçün gəlmək bilmir ümumiyyətlə. Çünki yağış olanda bu yamalar göl olur, göl olur. Çünki niyə? Bu gildir. Gil. Amma biz burada qəşəng daşlar qoymuşduq. Biraz bəlkə qalıb, bilmirəm, sonra sizə göstərəcəklər. Amma bir dənə siz daş indi görməyəcəksiniz. Çünki hamısı gildir. Ona görə mən istəyirəm, bəli. Azər su eləyib də bu yolu bu vəziyyətdə. Azər su gəldi, bəli, qazıblar, yağmalar. Göstərin, burada heç maşın da girə bilmir. Qazmışlar buranı. Su, güya su. Amma su elə ki, əlbəttə ki, yoxdur. Deyiblər, su olacaq 2030-cu il. Belə eşitmişəm mən. Amma indi biz necə yaşamalıyıq? Uçmaq lazımdır deyə bizə. Amma baxın, göstərin ora, hamısı qocalardır. Hamısı qocalardır. Skora vaxtında gəlmir. O qədər bəli. Zəhmət olur. Özü təqdim edin, zəhmət olmasa. Mən də Yunusova Raziyəm, Kəlbəcər qaçqınıdır. Yəni mən də bura gələndən bu yolları çox gözəl düzəltmişdik, həddindən artıq. Ancaq ki, bu fevral ayından Azərsuyun işçiləri gəldi, buranı qazdılar, su çəkirəm elədi. Ancaq nə heç suyumuz gəlmədi, bizi xoşbəxt elədilər. Yolumuzu düzəltmək əvəzinə, tay da bizi palçığa qatdılar, getdilər. Uşaqlarımız məktəbə gedir, palçıqla gedir. Ayaqlarına salafan bağlayırıq. Bu dünya nə dünyadır, bu zamanı nə zamanədir ki, biz bu palçıqla uşağı məktəbə göndərək. İndi siz də bizə köməklik eləyin. Bələdiyyənin pulunu veririk, zibilin pulunu veririk, evin pulunu veririk. Qazın, işığın hamısının. Nəyə görə bizim yolumuz da bu gündədir? Heç nə, yolu istəyirik düzəlməyində, nə deyə bilərəm. Yəni uşağımız, böyüyümüz, əziyyət çəkib yoldaşım yola nə boyda əziyyət çəkmişdi. Allah ona da rəhmət eləsin. Allah rəhmət eləsin. Nə boyda bu məhəllə deyə bilər ki, bizim ağsaqqal nə boyda iş görmüşdü bu məhəllədə. Allah ona rəhmət eləsin. Amin. Ondan sonra su elədi, bax bunu bu halda. 1 qram yol yolluğundadır. Yenə cibdən niyə pul yığmalıyıq? Dövlət, o boyda dövlətimiz var, o boyda neftimiz var. Biz niyə yola pul yığmalıyıq? Bax, niyə görə? Bizim o boyda neftimiz var. Biz niyə belə olmalıyıq? Bax, bizim bu yol belə niyə olmalıdır? Belə, məndən bu qədər. Yəni ki, həqiqətən əzab çəkirik. Maşınlarımızın altı hər dəfə əzilir, büzülür. Maşın olmasa çağırırıq, skori gəlmir, taksi gəlmir. Gətirəndə də yarı yolda saxlayır ki, yox, bu yola mən getmərəm. Buradakı vəziyyətdir də. Nə yolda saxlayırlar, ayağına bu qədər. Deməli, əziz dostlar, vətəndaşlar da bildirdilər ki, hörmətli Sabunçu rayon icra hakimiyyəti, eyni zamanda Zabrat bələdiyyəsi və xüsusən də təmsil olunan deputatlar, parlament üzvləri, bu seçicilər sizindir. Sizi axtarırlar. Bu küçəni vaxtı ilə düzəl... Seçki olanda qardaş, seçki olanda hamımız qabaqdayıq. Birinci sıradayıq. Ancaq bizim işimiz olanda biz hamıdan arxadayıq. Heç sayan da yoxdur ki, burada sakinlər var. Bağışla sözümü də Buyurun, buyurun, yox. Yəni ona görə də bələdiyyə bizi heç, məsələn, biz tanımırıq bələdiyyə kimi. Kanalizasiya da yoxdur. Həm də kanalizasiya yoxdur bizdə. Burada kanalizasiya da yoxdur. Yoxdur. Burada kanalizasiya da yoxdur. Vaxtı ilə bu küçədə yaşayan sakinlər şəxsi vəsaitlərlə bu yolu yüksək səviyyədə düzəldiblər. Azərsu gəlib bu İsrafil Məmmədov küçəsinə güya indi Allah qoymasa su çəkəcəklər deyə bu küçəni darmadağın edib
Yağış yağan kimi də küçə keçilməz vəziyyətə düşür. Yollar gəldim, yollar suludur. Gedə bilmirik. Palçıq var, düzdür? Sən məktəbə də gedə bilmirsən, düzdür? Ay sağ ol. Ayağımız palçıq olur, gedə bilmirik. Bəli. Neydi? Çalapan salırsınız ayaqlara. Bəli. Neydi? Yollardan keçə bilmirik. Məktəbə də imkanı yoxdur getməyə. Birazdan çünki indi nədir? El yoldur. Oktyabrda yağış olanda vsyo. Oktyabrda məktəb əlbəttə ki var. Biz əziyyət çəkərik. Zəhmət olmasa bizim yollar düzəldin. Çox Belə, sağ olun. dəyərli dostlar, yayımımızı bəyənin, paylaşın. Biz təkrar gələcək. Bu küçə tam təmir olunana kimi bu küçədən bizim yayımlarımız davam edəcək. Şərəfil Məmmədov küçəsində. Şərəfil Məmmədovdur, bəli. Yol indi öz xərcimizin cəmaatında 2000 gün yumanı nə idi, imkanı nə idi, yığdıq, düzəltdik. Gəldi o, bu su çəkənləridir. Kimdirsə, bax, belə öz yanlarından ki, su çəkirik, nə bir nağarı suyumuz da normal idi, özümüz çəkmişdik, onu da özümüz çəkmişdik. Dedik, bəs bizim yolumuz, adımız belə, dedik ki, narahat olmayın. Bir aya, 2 aya suyumuz da gələcək, yolumuz da çəkilir, düzələcək. O gedən gediblər, nə qədər zəng edilir. Neçə ay olar? Haradasa ölkədə bir 5 ay var. 5 ay var da, bax belə gül kimi düzəltmişdi indi, imkan yağlı yavandı, adam dedi ki çörəyimizdir, biraz yavan yerik, yolumuzu düzəldək. İndi ölümüz var, xeyrimiz var, şərimiz var, çağırırıq. Məsələn, skor gələ bilmir, təcili yardım lazımdır, uşağın məktəbə gedib gəlməyidir.